Hər vaxtınız xeyir, Foodcast TV izləyiciləri. Mən Elçin Cəfərov deməsən olmur layihəsinin növbəti buraxılışı ilə qarşınızdayam. Həmişə olduğu kimi bu dəfə də Azərbaycan futbolunda cərəyan edən hadisələrə toxunacağıq. Son bir həftə ərzində Azərbaycan futbolunda baş verən ən maraqlı hadisələri müzakirə edəcəyik. Təbii ki, hər zaman olduğu kimi qonağımla bərabər, qonağım isə Azərbaycan futbolunun tanınmış simalarından, futbolumuzun professor ləqəbli mütəxəssisi Mahmud Qurbanovdur. Mahmud bəy, xoş gördük. Xoş Necəsiz, nə var, nə yox? Şükür salamatçılıq. İşlər necədir? Neyinirsiniz? Futbolsuz darıxmırsınız. Darıxırıq, futbollara baxırıq. Ancaq bax, hələ meydana, yaşıl meydanlara. Yaşıl meydandan uzaq, amma televizor qarşısında bax. Biz də sizi yaşıl meydanda görmək istəyirik təbii ki. Həmişə biz sizin o möhtəşəm ötürmələriniz o ayrı futbolçuluq dönəmində və məşqçilik dönəmini də izləmək istəyirik. Çünki indi birazdan gənc futbolçulara Azərbaycan klublarında göstərilən şans barədə, onlara verilən belə deyək də etimad barədə söhbət açacağıq. Mən məhz siz Səbahi klubunda çalışarkən xüsusilə yerli futbolçulara çox önəm verirdiniz. Daha çox onların parlamasına imkan yaradırdınız. Amma bura Azərbaycan futboludur. Burada daha çox deyirlər ki, yekunda nəticə lazımdır, nəticə lazımdır. İndi buna geniş toxunacağıq. Mən müzakirələrimizə başlamamışdan öncə istərdim rəsmi tərəfdaşlarımız haqqında məlumat verim. Rəsmi tərəfdaşlarımızdan biri Cevo Sports'dur. Cevo Sports idman geyimləri istehsalında yüksək keyfiyyət və unikal dizaynları ilə tanınır. Şirkət fərdi zövqlərə uyğun xüsusi dizaynlarla həm həvəskar, həm də peşəkar komandaların ehtiyaclarını qarşılamaqda ön sıralardadır. Daha bir rəsmi tərəfdaşımız isə Qolat Sport Service and Futbol Agensidir. Şirkət dövlət, özəl fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir. Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stresini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır. Odur ki, rəsmi tərəfdaşlarımıza, Cevo Sportsa və Qolat Sport Service and Futbol Agensiya dərin təşəkkürümüzü bildiririk və keçək müzakirəmizə. Ən aktual müzakirə təbii ki, UEFA Çempionlar Liqasında Qarabağın bu mövsüm liqa mərhələsində göstərdiyi performansdır və Azərbaycan futbol tarixində bir ilkə imza atdı. Ağdam klubu UEFA Çempionlar Liqasında play-off mərhələsinə vəsiqə qazandı. Düzdür, liqa mərhələsinin sonuncu turunda səfərdə İngiltərədə Liverpoola 0-6 hesabı ilə məğlub olsa da, amma yekunda ümumi qarşılaşmaların nəticəsinə əsasən Qarabağ adını play-off mərhələsinə yazdırdı. Qurban müəllim, Mahmud müəllim, Qurban müəllim dedim, Mahmud Qurbanov və belə deyək, Qurban Qurbanov, Mahmud Qurbanov adətən biz maçlarda, yəni biz uşaq yaşlarında izləyərkən bir-birlərinin tandem təşkil etməyi, Mahmud Qurbanovun ötürməsi ilə Qurban Qurbanovun vurduğu çox qollar görmüşük. Ona görə də bu günlərin biz elə Mahmud müəllim, Qurban müəllim həmin dövrün çox önəmli futbol adamlarından hər ikisi biridir. Qurban Qurbanovun birincisi bu təbii ki, Azərbaycan futbol adına çox belə tarixlə, qızıl hərflərlə yazdırdı, belə deyək, bugünkü günə üçün hətta Azərbaycan futboluna. Qarabağın performansı necə dəyərləndirirsiniz Mahmud müəllim? Ümumiyyətlə bu mövsüm Avropa kuboklardakı çıxışı və Liverpool maçı və üstəgəl adın play-offa yazdırması. Bilirsinizmi, Azərbaycan futbol tarixində müstəqillikdən bu yana ilk dəfə Çempionlar Liqasının play-offuna çıxan komandamız Qarabağ komandası oldu. Bəli. Bu böyük uğurdur. Bu Qarabağ komandası üçün böyük uğurdur. Onların bu il Çempionlar Liqasında göstərdikləri oyunlar həqiqətən də alqışa layiqdirlər. Baxmayaraq ki, axırıncı Liverpool səfərində böyük hesabla məğlub oldular. Bəli. Hərçənd o oyunda da bəlkə də az da olsa inananlar var idi ki, Qarabağ xalla dönər. Amma gözlənilən də bir tərəfdən gözləntilər də o idi ki, böyük hesabla da məğlub ola bilər. Dünən onun da şahidi olduq. Hərçənd Azərbaycan belə deyim də futbolunda futbol azarkeşləri Qarabağı daha yüksək, hətta Liverpoolu udmağı belə, heç eləməyi belə
gözləyənlər də var idi, istəyənlər də var Bu idi. önəmli bir Amma şeydir əslində. amma Gözləntilərin yüksək olmağı. hər halda bu gün Liverpulla Qarabağda müqayisə eləmək də düzgün deyil. Bəli. Həm Liverpoolun çıxış etdiyi Premyer Liqa, İngiltərə Heyət Premyer baxımından. Liqası dünyanın ən güclü çempionatında keçən ildə Premyer Liqanın qalibi olublar, çempion olublar. Aha. Baxmayaraq ki, bu il işlər də elə yaxşı getmir çempionatda. Bəli. Hər halda həm oyunçu baxımından, həm komanda baxımından, həm büdcə baxımından, həm şərait baxımından onlar bizdən çox üstündülər, üstündülər və bu da dünənki oyunda da görsəndi. Amma Qarabağ Liverpoolla oyuna kimi işini həll eləmişdi. Bəli. Az da olsa Bakıda Frankfurt üzərində qələbə çox Frankfurt önəmli idi. üzərində Bəli. axırıncı dəqiqələrdəki qələbə belə deyək də, onun şansını demək olar ki, çoxaltmışdı. Bizə dəqiqləşdirmək lazım idi. O da dünənki Çempionlar Liqasının oyunlarından sonra bu da dəqiqləşdi ki, play-offda oynayacaq Qarabağ və növbəti rəqibləri gözləyir. Bəli, Bunlardan üzr istəyirəm, kənara çıxım. Əziz dostlar, bizim bu efir çəkilərkən, buraxılışımız çəkilərkən hələ Qarabağın play-off mərhələsində rəqibi bəlli deyil. Yəni iki komandadan biri olacağı bəllidir, amma kim olacaq? Püşkatma olmayıb. Püşkatma yanvarın 30-unda olacaq. İndi yəni sabah olacaq. Ola bilsin ki, bizim efir ya sabah, yəni axşam üzəri və yaxud da eyni zamanda şənbə günü efirə getsin. Odur ki, yəni ona görə Mahmud müəllim deyir ki, iki kollektivdən biridir. Bu arada buyurun. hə, iki kollektivdən biri PSG ilə ya Newcastle olacaq. Onlar da yəqin ki, sabah dəqiqləşəcək. Amma buna kimi Qarabağ gördüyü işlər çox böyük işlər görüb. Yəni təqdirə layiq bir işlər görüblər. Rəqiblərin kimliyi ilə bağlı, məsələn, baxdıq Newcastle, PSG. Yəni təbii ki, ikisi də böyük klub. Yəni transferlərə 100 milyonlar xərcləyən kollektivlərdir. Hansı biri gəlsə sualını verməyəcəm. Yəni artıq Qarabağ öz öhdəliyinə düşəni görüb artıqlaması ilə belə deyək. Amma futbol oynamaq adına Qarabağın oyun üslubuna görə hansı rəqib daha uyğun gələr sizcə? Mən bir şey deyim, bayaq dedim Newcastle İngiltərə komandasıdır. Hər halda dünyanın ən güclü klubudur. Sürətlidir, bəli. Ən güclü çempionatıdır. Newcastle-da pis də getmir, pis oynamır. Baxmayaraq ki, onların heyətində məşhur futbolçular yoxdur, tanınmış futbolçular yoxdur. Bəli. Heç məşqçilər də belə deyək də, dünya futbolunda tanınmır. O dərəcədə deyil. Amma ona baxmayaraq yaxşı oynayırlar, yaxşı belə deyim, oyun nümayiş etdirirlər, nəticələri yaxşıdır. PSG də keçən ilki Çempionlar Liqasının qalibidir. Əla heyəti Luis var. Enrique ilə Əla məşqçiləri var. Ona görə də düşünürəm hər iki oyun Qarabağ üçün çətin olacaq. PSG-nin rəqib olmağı bir tərəfdən belə maraqlı olacaq ki, Azərbaycan milli komandasının vaxtı ikən şərəfini qoruyan Badri Kvaratskhelia-nın oğlu Xviça Bakıya gələcək və o da ola bilsin ki, yəni həm Fransa mətbuatının, eyni zamanda Gürcüstan mətbuatında diqqət mərkəzində olacaq. Xviça belə deyək, atasının vətəninə gəldi. Bəli, bizim mətbuatda o heç sözsüz. Xviça atasının məmləkətinə gəlib, Qarabağla oynamağa. Sizlə oynayıb Badri? Badri ilə biz Kəpəzəm Şəmkirdə oynamışıq. Aha. Xviça yoxsa Badri? Xviça PSG-də oynayırsa deməli Xviçadır. Herhalde PSG-də belə deyim, hər adam yoldan keçən futbolçu oynaya bilməyib, oynamaz da ondan sonra. Əlbəttə ki, Xviça. O Napoli'də də oynayır, çempion idi. İtaliya çempion olub, nə bilim indi Fransa çempionudur, PSG ilə Çempionlar Liqası kubokunu qazanır. Bəli. Düşünürəm ki, Xviça. Özü də çox sürətlidir, çox yaxşı. Yəni çox hazırlıqlıdır. Burada bir məsələyə toxunaq. Qarabağın uğurlu fonunda indi sonra digər Premyer Liqa klublarımızda da keçəcəyik. Azərbaycan futbolunu, təbii ki, Azərbaycan Premyer Liqasını müzakirə eləyəcəyik. Amma əsas məsələ nədir? Niyə bizdə, eynilə Türkiyədə də elədir? Yerli mütəxəssisə uzun müddətli belə deyək, dəstək olunmur klub rəhbərliyi tərəfindən. Məsələn, bax mən tam əminliklə bunu söyləyə bilərəm. Əziz dostlar, bax tam əminliklə söyləyirəm. Azərbaycanlı mütəxəssislərdən, bax keçən efirdə də söyləmişdim, indi özü burada deyildi, indi buradadır. Məsələn, Mahmud Qurbanov
və yaxud da nə bilim Tərlan Əhmədovu və s. yəni digərləri. Yəni inandırım sizə Qurban Qurbanova göstərilən etimad, ona göstərilən o cür klub rəhbərliyi tərəfindən şərait adını sadaladığım mütəxəssislərimizə də göstərilsə, inandırım sizə onların da uğur qazanma potensialı da çoxdur. Yəni sadəcə olaraq inanmaq, güvənmək lazımdır. Niyə bizim yerli mütəxəssislərə inanmırlar? Ay Mahmud müəllim. Niyə də? Niyə? Niyə? Bax, yerli mütəxəssisimiz tarix yazdı. Tarix yazdı. Qurban Qurbanov tarix yazdı. Yəni illərdir milyonların çölə töküldüyü Azərbaycan futbolunda, yəni dövlət proqramlarından Azərbaycan futbol səviyyəsində də götürsək, çempion olan komandaların məşqçiləri Azərbaycanlılar daha çox olur. Bəli. Nəinki gəlmə məşqçilər olur. Aha. Bir şey deyim də, bu gəlmə məşqçilər Azərbaycandan sonra, gedəndən sonra bəlkə deyə bilərsənmi, hansı Azərbaycan səviyyəsindən yuxarı səviyyədə çempionatda məşqçilik edir? Xeyr, deyə bilmərəm. Bəli, bəli. Ona görə də mən düşünürəm ki, yerli məşqçilər daha yaxşıdır. Tək özüm üçün demirəm. Ümumiyyətlə də, bəli. Çünki elə bir nümunə də Qurban Qurbanovdur. Bəli. Neçə illərdir əziyyəti, təcrübəsi. 16 il, 15 il. Bunun axırda gətirib nəticə çıxartdı buna. Halbuki Qarabağı belə deyək, Azərbaycan və postsovet məkanında azdan çoxdan tanıyırlarsa, indi bütün Avropa tanıyır. Bəli. Onun da belə deyək də memarı Qurban Qurbanovdur. Baş məşqçi olaraq. Amma bilmirəm, demək çətindir. Mənim üçün o suala cavab vermək çətindir. Çünki o bizim əlimizdə olan şey deyil. Yəni mən onu deyə bilərəm imkan yaradılmalıdır da. Yəni niyə yaradılmasın da? Mən Yəni hadisə yenə deyim də, Azərbaycan səviyyəsində gördüm ki, çempion olan komandaların baş məşqçilərinin çoxu yerli müstəqillikdən bu yana bəlkə də çoxu yox, lap çoxu yerli məşqçilər olur. Təkdə tükdə saymaq olar ki, gəlmə məşqçilər burada çempion olur. Məsələn, sizin klub karyeranızda, məsələn, Səbahidə baş məşqçi kimi, yəni orada çox gənc oyunçulara şans verdiniz. Baxımlı futbol var idi. Yəni bunu mən demirəm, hər kəs söylüyürdü. Siz məsəl üçün Neftçiyə qarşı bir oyununuz var idi ki, Neftçinin arenada. Yəni oyundan sonra Neftçinin aparıcı üzvləri deyirdilər ki, yəni yaxşı qurtardıq bu oyunu. Yəni bu gənc oyunçular nə qədər topu məsəl üçün yadımdadır ki, boşa verilmişdi, epizod boşa. 4-5 hələ mən 5-ini mən saymışdım. Qapı içərisində boş qapı, yəni yuxarı vurmalar, nə bilim nə, Neftçilər metrosundan gedib gətirmişlər topu. yəni o da, yəni bu gənclərə, sonra deyirsiniz ki, niyə bizim mütəxəssislərimiz gənclərə şans vermir? Valla Mahmud Qurbanov da onlara şans verənlərin mən deyərdim ki, ən ön sıralarında gələn mütəxəssislərdən biridir. Və legioner limitin də belə deyək də sərbəst buraxılmasından sonra dedilər, Qarabağda Qurban Qurbanov da oynatmayacaq, amma hazır yerli oyunçu olanda Elvini də olsun, nə bilim Bəhlulu, Turalı, yəni hücumda, yəni Nərimanıdır, Musasıdır. Yəni bunlara şans verir. Niyə belə deyək də, niyə o sizə gün inanmadılar? Bəli, bəli, uşaqlar yatacaq çıxır, Əli uşaq 15 yaşında Antalya təlim məşq toplanışına da aparıldı. Yəni bu uşaqlara şans verilir bizim yerli mütəxəssislərimiz tərəfindən. Amma Mahmud Qurbanov o dönəmdə niyə o şans axıra qədər tanıdılmadı? Həmin dövrdə olanlar bu gün o klubda yoxdur, düzdür? Mən bir şey deyim. İçində keçib gedib. Amma yox, yəni bunu bilməlidir, səbəblərini bilməlidir. Yəni niyə bizim yerli mütəxəssisləri bizdə hamı tələsir. Məsələn, sponsor olsun, klub rəhbərləri olsun. Bunlar tələsirlər ki, nəyə görə filan komanda bizdən üstündür. Aha. Turnir cədvəlində. Bəli, bəli. Yəni onlar büyünlük, sabahlıq var. Günü qurtarmaq üçün eləyirlər. Günü qurtarmaq istəyirlər də. Tələsirlər ki, biz ancaq nəticə verək. Məsələn, mənim komandam o filan kəsin komandasından üstün olmalıdır. Həm tələskinlik var. Heç kim oturub gözləmək istəmir. Səbir eləmir. Səbir eləmirlər. Yəni ondandır. Bu cavan uşaqlar deyəndə ki, cavan uşaqlar əlbəttə şans vermək lazımdır, oynamalıdırlar. Tək cavan uşaqların yanında da təcrübəli futbolçular da olmalıdır. Çünki onlardan cavan uşaqların hamısını yığanda da bir şey olmur. Onların yanında bir təcrübəli futbolçu lazımdır ki, onlardan da nəyisə öyrənsinlər. Bir də staff önəmlidir. Məşqçilər korpusu. Məşqçilər korpusu önəmlidir, hər şey önəmlidir. Seçim önəmlidir. Scouting. Seçim, məsələn, futbolçu seçimi
buradakı menecerlərlə görürsən iş. Aha. Yəni xaricə çıxışın yoxdur. Burada Bəli. menecerlərdən nə oyunçular varsa təklif edirlərsə onları götürürsən. Amma xaricə çıxış olsa menecerlərə olanda əlbəttə ki, onda seçim daha çox olur və oyunçu seçmək, yaxşı oyunçu seçmək baxımından da daha rahat olursan, sərbəst olursan. Qarabağ bizim təbii ki, Qarabağ mövzusu çox danışılır. Azərbaycan mediasında da bu gün yəni çox danışılır, deyilir. Elə bizim Futqaz TV-də də müxtəlif layihələrdə çox toxunulur. Yəni son olaraq onu qeyd etmək lazımdır ki, Azərbaycan futboluna Qarabağ, yəni nümayiş elətdirdiyi futbola görə çox böyükdür. Yəni bizim futbolumuzun ümumi götürəndə inkişafı ilə Qarabağın inkişafı arasında çox ciddi fərqlər var. Yəni tərs mütənasibdir. Ayrıca klublarımızı götürək də. Bu Avroliqada bu il oynayan klublarımızı götürək. Birinci, ikinci belə deyək də etapdan hamısı çıxdılar. Məsələn mən bundan qabaq konferans liqasında Cəbəlli Tarix, hansı ki Gibraltar deyir, onun bir komandası oynayırdı. Hələ Maltanı demirəm, Cəbəlli Tarix bildiyiniz kimi professional futboldur. Onların əsas işləri var. Başqadır. Hobbi kimi Başqa peşə sahibləridir onlar. Onların komandası belə deyim də konferans liqasının 24 mi 36 mı komandalar arasında çıxış edir. Bəli. Həm Maltanın, həm onların büdcəsi bizim büdcədə, Bəli, yəni büdcəsi olursa bizimki də olmalıdır. Niyə olmur? Yəni ki, yəni demək istəyirəm ki, tək büdcə ilə ölçülmür bu, yanaşma ilə bu ölçülən bir şeydir. Aha. Amma Qarabağda əlbəttə ki, bizim bütün klublarımızdan fərqli olaraq onların həm oyun baxımından, həm nəticə baxımından hamıdan üstündürlər. Qarabağ və Qurban Qurbanova Qarabağ klubu rəhbərliyinə təşəkkür edir və onlara qarşıdakı play-off mərhələsində uğurlar arzu edirik. Ümid edirik ki, ən azı baxımlı futbolla növbət dəfə nəticənin nə olub olmasından asılı olmayaraq, yəni artıq belə deyək də arzulanan, istədiyimiz o mərhələyə gəlib çatıblar. Bundan sonrakı isə yenə də təbii ki, mübarizə aparacaqlar. Rəqibin kimliyindən asılı olmayaraq qeyd etdiyim kimi, yəni oynayacaqlar, amma rəqiblər də, yəni PSG, Newcastle, yəni bayaq da qeyd etdiniz. Uğurlar arzu edirik və keçirik Azərbaycan Premyer Liqasındakı digər klublara. Mahmud Qurbanov dedikdə təbii ki, Azərbaycan futbolunda həm Neftçi yada düşür, ilk növbədə Kəpəz yada düşür və hətta Kəpəzin baş məşqçi postuna namizədlər açıqlananda mətbuatda yəni biz Mahmud Qurbanov adını tez-tez oxuyuruq. Amma Mahmud Qurbanova o təklif real gəlirmi yoxsa? Yəni çünki Gəncə futbolunun əfsanələrindən biri sayılırsınız. Mən bir şey deyim. Bu nə qədər ki yazılır, heç biri reallıq olmayıb da. Heç bir real təklif olmayıb. Bizə denk gəlməyib yəni. Heç vəbşim heç bir klubla məsəl üçün əlaqə olmuyor. Zəng eləyən də olmuyor. Ona görə o mətbuatda yazılanlar yəni boş yazılanlar olur. Bu məsələdə heç bir şey olmuyor. Bəs bugünkü gündə Kəpəzdə yəni bir-iki yəni sizin futbola addımlarınız, yəni Mahmud Qurbanov Azərbaycan futboluna yəni ilk addımlarını atarkən tanıdan Kəpəz olub və Kəpəzdə də hətta bir dönəmdə baş məşqçi kimi də fəaliyyət göstərmisiniz. Yəni bu Kəpəzdəki bu dəyişiklikləri nəyə bağlayırsınız ümumiyyətlə? Biri gedir, biri gəlir, biri gedir, biri gəlir. Yəni Adil gedir, Azər gəlir, Azər müəllim gedir, Adil müəllim gəlir. İndi növbət dəfə yenə deyirlər ki, Adil Şükürov gələcək. Yəni bu nədir? Yəni bu niyə bu? Yəni çünki idarəçiliklə bağlı problem var. Əslində belə olmalı deyil. Əlbəttə ki, idarəçiliklə bağlı. Yəni dəqiqə işləmək istəyənlər çoxdur. Savadlı məşqçilər, mən işləməyənlərə deyim ki, savadlı, təcrübəli məşqçilər də var. Var, bəli, pro kateqoriyalı. Amma niyə belədir? Niyə təşkilatçılıq belə qurulur? Bu nəyin üstündə qurulur? Yəni bunun belə deyək də nəticəsini onlar necə görürlər? Nəyə görə belə eləyirlər? Biraz belə deyək də o sual onlara aiddir. Amma yenə də deyirəm ki, bu
idarəçi ilə bağlı olan şeydir. Ümumilikdə götürəndə mən həmişə demişəm ki, futbolçuların oturub durma o demək deyil ki, futbola baxma o demək deyil ki, futbolu sən yaxşı bilə bilərsən bizdən. Hər halda biz Azərbaycan səviyyəsində də futbol oynamışıq və Bəli. bizim bildiyimizin belə deyək də çoxu bilmir. Heç yarısını bilmir. Amma belə deyim də idarəçilik onlardadır. Ona görə də o suala cavab tapmaq Pul onlardadır. Tək pul yoxdur. Pul İndi deyil. hər komanda sponsor olmalı. Bəli, aydın məsələdir. Yəni amma o normal şeydir. amma meydana çox da belə deyək də əl atırlar da. Yəni meydanda bəzən məşqçi işinə qarışmaq, yəni bu oyunçunu gətirdik. Və gördük Kəpəzdə axırıncı dövrdə transferləri gördük. Bilirəm, mən axırıncı transferləri məsələn gördük də, yəni yayda edilən transferlər hamısı Azərbaycan gələndən sonra bir qrupu ilə təzədən yollar ayrıldı. Onlara ödənilən təzminatlar. Yəni naşı idarəçilik var. Naşı idarəçilik var. Mahmud Qurbanov. Mahmud Qurbanov düşünür. Mahmud Qurbanovun hiss edirəm ki, nələr düşünür. Sadəcə olaraq onları ifadə etsə, məncə yerindən oynayar. Kəpəzdə. Mahmud Qurbanov. Danışılası bir şey yoxdur. Sadəcə Var ya, amma deyilər orada. Sadəcə deyiləsi bir şey yoxdur. Sadəcə prosta nəzərə almaq lazımdır ki, Kəpəz Azərbaycanın köklü klublarından biri. Bəli, bəli. Neftçidən sonra Sovetin dövründə Kəpəz Bəli. ikinci komanda olub. Müstəqillik dövrümüzdə də 90-cı illərdə də Kəpəzin nailiyyəti, bütün komandanın nailiyyəti, Azərbaycan çempionatında iştirak edən komandanın nailiyyətindən yaxşı olub. 2000-ci ilə qədər. Aha. Sonra eniş zolağına düşüb, hələ də davam edir. Halbuki mən orada oynamış bir veteran futbolcu kimi deyim də Kəpəzin. İstəyərdi ki, onlar bu gün məsəl üçün Qarabağla mübarizə aparsın, Sabahla mübarizə aparsın, Turanla mübarizə aparsın. Yəni iddialı bir komanda olsun çempionatda. Çünki oranın azarkeşləri də futbolu bilən azarkeşlərdir, futbol istəyən azarkeşlərdir. Və hamı da istəyir ki, bütün belə deyək də keçmişdə oynamış Kəpəz veteranları, azarkeşlər ki, bu komanda yaxşı yerlərdə olsun. Biz də onu istəyirik. Biz istəmirik ki, Kəpəz bu günlərim gəlin etiraf eləyək ki, bir sıra, yəni liderlər qrupunda yer alan kollektivlər üçün, yəni potensial 3 xal gözü ilə baxılan kollektivlər sırasındadır. Yəni bu günlərim bunu etiraf eləmək lazımdır. Düzdür, Azər Bağırovun təyinatından sonra məsələn də sonuncu turda, hesabat turunda Qarabağ üzərində səfərdə edilən qələbə, yəni bu futbolçuların əzmkarlığı, yəni rəqibə qarşı qurduğu o mental üstünlük də var idi. İndi Qarabağın bir çoxları deyirlər, Qarabağ oyuna ciddi yanaşmadı, rotasiya oldu, nə bilim nə oldu, amma yəni burada bir məşqçi işi və futbolçuların yəni əzmi Nəticə bir şey qalır. Bəli, tarixdə nəticə qalır. Odur ki, biz də iddialı Kəpəz görmək istəyirik. Yəni Kəpəz səfər oyunları indi Gəncədə yeni stadionun biz ki, qazonlu yəni, tamamlanma işləri gedir. O qazon hazır vəziyyətə gətiriləndən sonra ev oyunlarını yeni stadionda, yenidən qurulan stadionda keçirəcək. Yəni möhtəşəm akustikası var bu arada. Çünki MDB oyunlarında səhv eləmirəmsə açılışında siz də orada iştirak eləmişdiniz. Əla stadionda akustikası. Məsələn o azarkeşlərlə iddialı Kəpəz olarsa və o azarkeşlərlə, yəni o səfər Gəncə səfəri yəni iddialı klublar üçün, çempionluğu oynayan kollektivlər üçün yəni çox ciddi baş ağrısı ola bilər. Əvvəllər elə 90-cı illərdə qayıtmadı keçmişdi, amma ümid eləyək ki, gələcəkdə də belə olacaq. Aha, inanırıq. Nəysə, Mahmud Qurbanov Kəpəzlə bağlı bir çox məsələyə daha dərindən yanaşmaq istəmir. İndi aydın məsələdir, amma Neftçiyə keçək. Vernidub düzgün təyinatı mı? Mahmud müəllim. Sual Vernidubdan qabaq yerli məşqçi Samir. Bəli. Samir niyə? Samir Abbasovun da, Samir müəllimdə çox çatışmazlıqları var idi. Məncə onun ünsiyyət problemi var.
Demək çətindir indi ünsiyyət, amma arada bir Neftçinin də çempion Ölüb, elədi. bəli, bu ortalıqda arada bir sıxışdırdı ora çempionluğu. Elədi. Vernudub seçimi hamı tərifləyir. Hələ o gəlməmişdən qabaq reklamı gedirdi ki, bəs bu Xilaskar olacaq. hə, Real Madrid-Dudov, Şerifdə işləyən Bəli. vaxtı çox reklam elədilər. Amma keçən il 2 oyunda çıxdı baş məşqçi kimi. İndi belə deyək də Antalyada bir ay yaxın vaxt var idi ki, komandanı təlim məşq toplanışında tanısın, oyunçuları tanısın, potensialına bələd olsun. Yoldaşlıq görüşləri keçirdilər. Hərçənd uduzmadılar. Amma Zirə ilə oyunda belə deyək də bir yaxşılığa doğru bir şey görsənmədi. Yəni ki, baş məşqçi gəlib, indi məsəl üçün baş məşqçi deyə bilməz ki, oyunçuları tanımıram. Bəli. Çünki vaxtı olub oyunçuları tanımağa, potensialını, kim nəyə qadirdir. Amma hələ ki, məsələn, Zirə ilə oyunda bunun bir elə deyək də şahidi olmadıq. Şırtıları olmadı. Ola bilər ki, indi bəlkə qarşıdakı oyunlarda görsənər. Yəni istədiyi oyunçular var bildiyimiz qədərilə, transfer siyasətində oyunçular var. O normaldır. Ən azı 2 və ya 3 transfer təzə istəyir. gələn məşqçi həmişə oyunçu istəyəcək. Çempionatın axırında da mən deyim də bir nəticə olmayanda deyəcək ki, bu heyəti mən qurmamışam. Bu fərqi yoxdur. Klassik bəhanə. Bu bütün məşqçilərdə var. Amma bir şey yaxşı idi ki, mən yenə deyim ki, bu Murad Məmmədova şans verir. Bəli. Həm Yerli oyunçulara. Hə, cavan futbolçuya, hansı ki, Neftçinin öz akademiyasından çıxmış. Şans verir, oynadır, oyunlara buraxır. Bu bir yaxşıdır. Ağadadaş da Arada Rıza yoxdur. Rıza da bu yaxınlarda Rıza Qəbəliyə icarəyə göndərildi, Ağadadaş, amma bilmirəm. Məsələn, bax Rızaya oynamaq şansı nə qədərdir? Var mı, yoxdur, amma Bakar var. Bəli. Sonra bir də hücumçular da var. Bilmirəm, indi onu demək çətindir. Bəlkə qarşıdakı oyunlarda görə bilərik. Amma hər halda Muradı oynatmağa yaxşıdır. Rıza Cəfərova niyə o şans verilmir? Yəni biz yerli qapıçılardan hər zaman danışırıq. Bu gün həqiqətən çox istedadlı qapıçılarımız var, yerli qapıçılarımız var. Məsələn, Zirədə də var, Aydın. Sumqayıtda da var. Yəni keçən axırıncı Turan Tovuzla da yeni bir qapıçı idi, ehtiyat qapıçı idi, səhv eləmirəmsə, adı yadımdan çıxdı. Azərbaycanlı, daha yaxşı təsir bağışladı. Yəni bu indiki qapıçıdan Kənan Perişicdən nəyə əskiydi Rızanı? Valla mən anlaya bilmirəm də. Bu mütəxəssisləri heç cürə başa düşə bilmirəm də. Yəni biz geridə qalan müddətdə gördük də legioner qapıçının buraxdığı səhvlər, buraxdığı toplar. İnandırım sizə onu Rıza 30%-ni eləsəydi, Rızanı bunu bəlkə də asmışdılar ki, ya sən neyinirsən, sən danışardılar, nə bilim nələr eləyirdilər. Amma yəni bizim uşaqlara niyə şans verirsən? Rıza inandırım sizi 5 dəfə böyükdür Kənan Perişicdən. 5 dəfə. Hər halda Rıza Potensialına görə. Rıza mənim əvəzedicilərdə oynayıb və sizdə. Bizim komitə Çempion eləmişlər. Əvəzedici heyətdə həm 19 yaşlarda oynayırdı, həm bizdə. Bizim qapıçı idi. Bizə Əlirza da var idi. Rıza Əlirza. Əlirza, hə. Onlar deyəsən Şəfa komandasındadır. Keçən il Sabalda idi. Hə, onlar belə deyim də hər iki qapıçı bizdə potensialı var. Onun üstündə işləyən qapıçı məşqçilər olub. Yəni ki, bir ara Neftçidə əsas heyətdə durdu. Yığmaya kimi çağırıldı. Sonradan itdi. Şans qazanmadı. Şans verilmədi, bəli. Qazanmamağını da demək çətindir. Emil Balayev kimi bir qapıçı da var, hətta ehtiyatda orada. Hər halda belə deyək də, Rıza gələcək üçün, Azərbaycan futbolu üçün, perspektiv üçün çox yaxşıdır. Oynamağı seçdi bizə rədəsində. Neftçinin oynadığı oyunlarda buraxdığı səhvlər də olub. Amma belə yadda qalan səhvlər yadda qalan deyil, amma belə deyim də etibarlı, inamlı duran oyunları da olub. Amma sonra birdən-birə yoxa çıxdı ekranlardan. Heyətdən də çıxdı, ekranlarda görsənmədi, heç oyunlarda da iştirak eləmədi. O nə ilə bağlıdır? Bəlkə zədəsi var, bəlkə
məşqləri yaxşı eləməyib, bəlkə də şans qazanmayıb. Legioner qapıçı varsa, Bəli, bəli. bizdə belədirsə biz legioner alırıqsa gərək onu oynadaq. Oynadaq, bəli. Yəni ona pul verib gətirmişsə gərək onu oynadaq. Bu gün Belə bir amil də var. Neftçinin idarəçiliyi ilə bağlı nə deyərsən? Neftçinin idarəçiliyi ilə bağlı demək çətindir. Hər halda Kəpəz haqqında dedim. Mən özüm də oynamışam Neftçidə. Bəli, Çox bəli. futbolçular oynayır. Bəli, bəli, Çox bəli. məşqçilər işləyib orada. Hər halda bu tarixi komandadır. Azərbaycanın tarixli komandasıdır. Ən köklü komandasıdır və bu komanda da neçə illər Azərbaycan futbolunda dominantlıq eləyib. Çempionlar Liqası qrup mərhələsində oynayıb. Çempionlar olub, kuboklar alıb. Ona görə də bu gün onun da belə deyək də iddialılar arasında görməmək təəssüf edicidir. Çünki Neftçi də orada olmalıdır. Olmalıdır, bəli. İndi onu biz deyirik. Biz məsələn Neftçinin keçmiş Futbolçuları vətən futbolçusu kimi deyirik, amma bilmirik də biz onların planları nədir, neçə illikdir, neçə ildən sonra bəlkə qaytaracaqlar Neftçini həmin vaxtda. Siz elə deyəndə Onlar siz niyə istəyirlər. gülürsünüz ki? Onlar istəyirlər. Gülüb eləmirəm. Sadəcə onlar istəyirlərmi bunu, yoxsa yox. Amma azarkeş toplusu çoxalan klublarımızdan Bəli, bəli. biridir. Amma gedişat Verdiyeva inan böyükdür. Yəni hər dəfə bir məşqçinin üzərinə atılır bütün məsələlər, bütün belə deyək, uğurlar da və uğursuzluqlar da. Adətən məşqçi, yəni İndi Verdiyeva amma yaxşı transferlər var idi bu mövsüm. Yəni Faraji var idi, sonra yəni çox yaxşı oyunçular var. Verdiyevin gəlməyinə təkcə belə deyək də klub rəhbəri yox, azarkeşlər arasında da görürsən ki, inan vardı, bəli. Hələ də inan böyükdür ki, İndi də var. Neftçi üçün yaxşı nəticələr verər. Yəni əldə bir kötək lazım idi deyirlər bu futbolçuları sirkələmək üçün. Məşqçi göndərən futbolçular var. O futbolçulara bir kötək lazım idi. Samir Abbasovun arxasınca danışan kifayət qədər də saysız hesabsız oyunçular vardı. Lazım gəlsə bunu açıqlaya da bilərik. Gələn verilişlərimizdə deyərik. Samir Abbasov da çox inandı. Kimlərəsə çox inandı, güvəndi. Jurnalistlər hər şeyi bilirsiniz. Bizdən çox bilirsiniz. Estağfurullah. Bizə də gələn məlumatlardır da, infolardır. Neftçi Mahmud müəllim Kəpəzdə də biraz çox dərindən düşünməyə başladı. Neftçi adını da indi çəkdik. Yenə baxdı, yenə düşünür. Yəni Mahmud müəllimin elə şeylər var ki, onlar klubdan qırağa çıxmalı deyil də. Mətbəxdə qalmalıdır. Ya da mətbəx deməz, hamı deyir futbol mətbəxi zaten. Bu yemək bişirmək zət yeri deyil. Amma elə şeylər var ki, onlar belə deyək də futboldan qırağa çıxmamalı. Belə deyək də bu dörd divardan klubun belə deyək də əhatəsindən qırağa çıxmamalıdır. Gələk çempionatımızın liderinə. Premyer Liqamızın Sabah klubu. Sabah Dambrauskasla müəyyən bir oyun şablonu var, planı var və legioner oyunçular da bu oyun planına son qarşılaşmalarda çox yaxşı adaptasiya oldu, görsənildi. Yerli futbolçularla sintezindən mən deyərdim ki, kifayət qədər yaxşı bir heyət formalaşdırıb oyun olaraq da. Yəni belə deyək, bir oyun planı var ki, bütün rəqibə qarşı oynayırsan, amma Sabahın hər rəqibə qarşı öz ayrı oyun planı var. Məsələn, Qarabağa qarşı nümayiş elətdirdiyi oyun planını, məsələn, Kəpəzə eləməz. Məsələn, Karvan Yevlaxa eləməz. Məsələn, nə bilim, Şamaxıya eləməz. Amma hər oyunun bir fərqli, bu da onu göstərir ki, məşqçilər korpusunun, xüsusilə Dambrauskasın hər rəqibi üzərində çox ciddi analizlər apardığı, yəni maç öncəsində özü də bir neçə aydır buradadır da artıq, yəni bilir nədir, nə deyil. Yəni Sabahdan bağlı nə deyə bilərsiniz? Sabahın 4 xaldır artıq Qarabağla xal fərqi, yəni liderdir. Rolda bu il tam fərqli görsənir bu il. Bu il çox Murad yaxşı Musayev oynadı. dönəmində də yaxşı idi, amma
Murad Musayevin dövründə mən Siz onda deyərdim ki, Səbahədə işləyirdiniz, o bəli. o təməli o qoydu bəlkə də. Aha, Mən deyərdim. bəli. Çox yaxşı bir heyət yığmışdı futbolçu. İndi onların da bəziləri də hələ də oynayırlar Sabahda. Sabah həm nəticə etibarilə, nəticə baxımından, həm oyun baxımından bu il daha yaxşıdırlar, daha təcrübəlidirlər. Və bu il də istəklərinə çatmaq istəyirlər. Hələ ki yaxşı gedirlər. Heyət yaxşıdır. Həm yaxşı yerli futbolçular var. Legionerlər də gənc Fəallı oyunçulardır. göstərmək olar. Legionerlər, Maluda. əsasən Maluda. Hücum xətti çox yaxşıdır. Simic. İsayev də gəlib. Bəli, İsayev də Alexis qayıtdı Sayev, Qarabağa. o da çox O da, önəmli profildir, bəli. Düşünürəm ki, əvvəlki oyununu qaytaracaq. Bəli, məncə də. Şimic, bəzi futbolçular var ki, əlbəttə onların hücum xətti çox yaxşıdır. Və bu da belə deyim, onların hücumda daha baxımlı olmağına imkan yaradır. Əlbəttə. Qol epizodları çox yaradırlar. Həm cinahlardan, həm belə də meydan mərkəzindən. Top oynayıb bacarırlar. Dominantlıq deməzdim ki, çox dominantlıq eləməyə, amma hər halda düşünülmüş bəli, hücumları var. kombinasiyalar var, Hücumları var. Hər halda yaxşı gedirlər. Bu gün birinci yerdədirlərsə və Qarabağ kimi komandadan 4 xal qabaqdadırlarsa, demək onların işləri yaxşıdır və belə deyək də düzgün yoldadırlar. Aha. Amma bunu nə qədər çempionat axırına kimi saxlayacaqlar, saxlamayacaqlar. Çünki Qarabağ indi başı qarışıb belə deyək də Çempionlar Liqasına. Ondan sonra Qarabağ özünü hansı tərəfdən Gecə olmayacaqmı sonra? Hələ qarşıda çox oyunlar Olur, var. bəli. Ondan sonra Qarabağ belə deyək də öz oyununa qayıdacaq və tam çempionluq iddiasını oyuna qoyub qoymayacaq. O sonranın işidir, amma bilinir kimi Sabahın nəticələri yaxşıdır. Əslində çempionluq uğrunda yarışan komandaların sayı çox olanda biz mayda məsələn artıq 6-7 tur qalmış Qarabağ çempionluğunu elan edirdi. Son turlar apreldən, bəli, hə? Apreldən elan edirdi və yəni çempionatın marağı o dərəcədə olmurdu. Düz Avrokuboklar uğrunda mübarizə izləyirdik, amma yəni biz istəyirik ki, bu çempionluq yarışında da ən azı bir son turlara qədər bir 3 kollektiv olsa yarışın içərisində. Bu həm çempionatımıza maraq baxımından çox önəmlidir. Həm deyirik azarkeşi niyə tribunaya gətirə bilmirik, tribunaya gətirəmirik, daxili çempionatdan söhbət gedir. Yəni Qarabağ təsəvvür eləyin. Eintracht Frankfurtdan oynayır 30 min azarkeşə, üstündən 3 gün keçir. Kəpəzlə maçda heç Qarabağın düz əməlli 50-60 azarkeşi var idi, yox idi. Yəni ümumi belə deyirəm də rəqəm. Yəni bu azarkeşləri Azərbaycan çempionatına cəlb eləmək baxımından məncə çempionatın rəqabətli olmağı önəmli rol oynayır. Həm rəqabətli, həm azarkeşlər həm komanda adına görə, həm futbolçulara görə gəlib baxırlar. Həm də futbolçuların, yaxşı futbolçuların olmağı çempionatda azarkeşlərin də futbola gəlməyinə bir şərait yaradır. Yaxşı deyəndə, yəni güclü futbolçular, istər yerli olsun, istər gəlmə olsun. Əziz dostlar, Mahmud müəllim Neftçidən, Qarabağdan, Sabahdan, Kəpəzdən danışdı. Təbii ki, Azərbaycan Premyer Liqasında cari mövsümdən debutantlardan da danışaq. Xüsusilə İmişli komandasını qeyd eləmək lazımdır. Hansı ki, baş məşqçi təyin edilərkən elə birinci başda mən gəlirəm, deyirdim adın Google-da tapmaqda çətinlik çəkirdik. Həqiqətən də çətinlik çəkirdik də, yəni o ismi, adı tapmaq üçün. Amma düzgün legioner oyunçuların, məncə pis legioner, yaxşı belə deyək də, Azərbaycan Premyer Liqasına uyğun legioner futbolçular gəldi və bu yerli oyunçularla bir vəhdətində normal bir komanda ortaya çıxdı və bu gün də pis təsir bağışlamırlar. İmişli ilə bağlı düşüncələriniz? İmişli deputat komandadır. İmişli haqqında ancaq yaxşı şeylər demək olar. Çünki bayaq da özün də qeyd elədin ki, sezonun əvvəlindən danışırdıq ki, yəni bu il İmişli qalıb, qalmayacağı sual altındaydı. Bəli. Necə çıxış eləyəcəklər. Amma sonradakı oyunlar göstərdi ki, bu komanda yəni oynamağı bacarır. Bəli. Ancaq xoş sözlər demək olar. Düzdür, bunlar iddialı deyillər. Liderlər qrupunda deyillər. Amma hər halda onların da öz dəstxətləri var və
oyunlarına baxanda hiss edirsən ki, rəqiblər İmişli ilə oyunda çox əziyyət çəkirlər. Aha, bəli, çox. Yəni asan belə deyim də onlar üçün asan oyunlar keçmir. Düzdür, evdə oynamırlar, Qubada oynayırlar. Amma bu baxımdan düşünürəm ki, hələ ki belə deyim, nəticələri yaxşıdır. Nəticələr yaxşıdır. Nəticələri yaxşıdır. Amma meydan problemi var. Həmişə xüsusilə qeyd olunur meydança amili. Qubada oynamaq ilə bağlı müəyyən narazılıqlar var mətbuatda. Yəni İmişli niyə gedib Qubada oynamalıdır və s. Yəni belə iddialar da var, açıqlamalar da Mən var. də düşünürəm İmişlidə oynasa daha yaxşı olar. İndi bilmirik, orada stadionun vəziyyəti necədir, meydançanın vəziyyəti necədir. Hər halda azərkeşlər də çox gələr İmişlidə. Bəli. Amma bir şey yaxşıdır ki, Qubada təbii otdur. Aha, bəli. Belə deyək də, sintetik üzərində oynamırlar, təbii otda oynayırlar. Bəli, bəli. O O önəmlidir. baxımdan yaxşıdır. Amma mən bir məsələni qeyd eləyim. O qazondakı palçıqdır, yəni çox pis vəziyyətdədir, bərbad durumdadır. Yəni normal bir ötürməni, iki ötürmə, üç ötürməni ardıcıl etmək Orada çətinlik neçə çəkir. ildir futbol yoxdur da, orada heç Bəli. kim oynamıyor. Bu ildən belə Əslində İmişli belə- oynayır. bəli. Hər halda yenə deyirəm ki, Bu da sintetik meydandan ora yaxşıdır. Bəli, amma bu da bir təcrübədir də. Yəni bu komanda sayının artırılması ilə bağlı imkanlar yaradıldı və s. Yəni bu çox önəmlidir. Ən azından rəqabət oldu. Yəni bildik ki, artıq yəni növbəti mövsümdən əvvəlki illərdə kim olmayacaq. Yəni birinci liqanı birinci yerdə bitirən Premyer Liqaya vəsiqə qazanacaq. İkinci yerlə Premyer Liqanın sonuncusu arasında Premyer Liqaya vəsiqə və yaxud da qalma uğrunda yəni oyunlar keçiriləcək. Yəni bu da bir marağı artırır. Yəni burada artıq rəqib komandalar pul xərcləyən deyə komanda arasında məsuliyyət də. məsuliyyət. Məsələn, pul ayıran, bəli. Bəli, pul ayıran deyəcək ki, mən gələn mövsüm birinci yer tutsam, yəni artıq Premyer Liqaya gedəcəm. Yəni mənə lisenziya verəcəklər, verməyəcəklər, söz-söhbəti ta olmayacaq. Yəni tam əminlikdir də artıq bu. Burada istər-istəməz iş adamlarının da, futbola pul yatırmaq istəyənləri də müəyyən mənada qane eləyən bu qərarlar idi, son keçən il verilən qərarlar. Amma meydan amili müəyyən problemlər yaradır. İndi İmişli klubun prezidenti bununla bağlı önəmli açıqlamalar verəcək. İndi ola bilsin ki, Podcast TV-də bizim efirimizin də qonağı olsun və bəzi iddialara açıqlıq gətirsin, aydınlıq gətirsin, bu barədə fikirlər səsləndirsin. Niyə oynanılmır? Özləri istəmədiklərinə görə oynamadığını, yəni belə deyək, bu fikirdən, tezisdən tamamilə imtina eləyir. Yəni o stadion ətrafında cərəyan edən hadisələrlə bağlı bilinməyən çox məsələlər var. Bunların hamısına aydınlıq gətirməlidir ki, futbol ictimaiyyəti də məlumatlı olsun. Mahmud müəllim, ümumi belə toparlasaq, futbolumuzun mövcud durumu, Premyer Liqanın maraq səviyyəsi Mahmud müəllimi qane edirmi ümumiyyətlə? Mən bir şey deyim, normaldır. Doğrudan da maraqlı oyunlar var. Maraqlı futbolçular var. Mən həm istər gəlmə futbolçu olsun, istər yerli futbolçularımız olsun. Yaxşı cavan futbolçular var. Demək olar ki, 4-5 komanda var ki, orada maraqlı gələcəyi vəd eləyə bilən futbolçular var. Kimi. Yerli futbolçular nəzərdə tutulur. Çempionat normal keçir. Mən düşünürəm ki, yaxşı keçir. Yəni, çempionatın keçirmə təşkilatçılığı da yaxşıdır. Belə deyək də, təbliği də yaxşıdır, reklamı da yaxşıdır. Və siz jurnalistlərin də futbol haqqında yazılarınız da çoxu normaldır, yaxşıdır. O baxımdan baxmağa dəyər bizim çempionata əslində. Maraqlı yenə deyirəm, oyunlar olur və düşünürəm ki, indən sonraki devirlərdə də həm çempionluq uğrunda, həm Avropa liqasına düşmək, həm Premyer Liqadan düşmək uğrundakı oyunlar daha maraqlı olacaq, daha mübarizə olacaq. Çox sağ ol Mahmud müəllim. Dərin təşəkkürümüzü bildiririk. Vaxt ayırıb gəldiyinizə görə. Çox maraqlı fikirlər. Suallarına görə. Yox, mənim suallarım. Mahmud müəllim əslində çox dərin danışa bilərdi, amma danışmadı.
Hər zamanki kimi Mahmud müəllim yenə düzdür bir-iki cümlədə sətr altı ötürmələr verdi. Düzdür Mahmud müəllim meydanda ötürmələri daha möhtəşəm idi. Yəni mərkəzdən diaqonal ötürmələri daha gözəl, möhtəşəm idi, amma burada da bəli ötürmələr verdi. Əziz dostlar, hər birinizə dərin təşəkkürümüzü bildiririk. Mahmud müəllim çox sağ olun, var olun. Bugünkü buraxılışımızın deməsən olmur verilişinin qonağı Azərbaycan futbolunun tanınmış simalarından futbolumuzun professoru, pro kateqoriyalı mütəxəssis Mahmud Qurbanov idi. Mən isə sağollaşmamışdan qabaq yenə də öz rəsmi tərəfdaşlarımıza dərin təşəkkürümü bildirmək istərdim. Cevo Sports və Qolat Sport Servis Futbol Agentliyinə minnətdarlığımızı ifadə edirik. İnşallah yeni buraxılışda görüşmək ümidi ilə hələlik deyirəm.